Arxamda gördüyünüz bu ərazilərdə müxtəlif tərəvəz və bostan məhsulları yetişdirilir. Düzgün qulluq və mümkün şərait həm bol məhsulun götürülməsinə, həm də çox keyfiyyətli məhsulun əldə olunmasına şərait yaradır. Babaş rayonunda 2026-cı ilin yazında 1216 hektar sahədə yaz əkini aparılmışdır. Bunlardan 455 hektarı arpa, 71 hektarı buğda, 282 hektarı bostan, 252 hektardan artıq tərəvəz məhsulları və digər qarğıdalı, günəbaxan məhsulları əkilmişdir. Məhsuldarlığın yüksək keyfiyyətli olmasının əsas səbəbi bu il 2026-cı ildə Naxçıvan Muxtar Respublikasında yağıntıların intensiv olması və çaylarımızın, göllərimizin bol sulu olması nəticəsində bu il Babaş rayonunda da məhsulda bostan tərəvəz məhsulları, yeni yoncalar, yeni əkilmiş yonca məhsulları, qarğıdalı, günəbaxan, paxlalı bitkilərin hər birinin vaxtı-vaxtında suvarılması və onlardan bol məhsul əldə edilməsinə nail olunmuşdur. Fermerlər də bu iki mövsümün məhsuldar keçdiyini bildirirlər. Onların sözlərinə görə hava şəraiti və vaxtında aparılan becərmə işləri məhsulun keyfiyyətinə müsbət təsir göstərir. Meyvə tərəvəzdir, pomidordur zaten, əymişik, çox şükür, müşkür. Hələ bir narahatsızlığımız yoxdur. İndi qarpızımız yetişibdir. Allahın köməyinə yavaş-yavaş satırıq, çox şükür, müşkür. Deməyim odur ki, sudan narahatsızlığımız yoxdur. Birdən deyən vaxtı verirlər sudan. Bostanda becərilib belə yol kənarında piştaxtaların üstünü bəzəyən ən dadlı bostan məhsullarından biri də məhz öz adı ilə, öz dadı ilə fərqlənən Nehrəm qarpızıdır. Əgər yolunuz bura düşsə, mütləq bu qarpızdan alıb sıdayın. Məhsulumuz şükür Allaha bu il qəşəngdir. Bu il bizə su da qəşəngdir. Bizim qovundur, qarpızdır, tərəvəzdir, pomidordur, xiyardır. Bunlara da çıxardıb burada pula yetiririk, ailəmizi bundan dolandırıb keçindiririk. Öz məhsullarımızı hal-hazırda martın 1-dən çöllərdəyik. Əkirik, becəririk, taxıllıq və yoncalıq və qarpızlıq, pomidor, xiyarlıq bu məhsullarla becəririk. Və hal-hazırda qarpızı çıxartmışıq. Hal-hazırda onlar bu gündən 5 gündür təsərrüfatımız açılıbdır. Hal-hazırda satışdadır. Yay mövsümünün məhsulları artıq bazarlarda alıcılara təqdim olunur. Fermerlərin zəhməti və əlverişli təbii şərait nəticəsində yetişdirilən məhsullar həm keyfiyyəti, həm də dadı ilə seçilir. Bu isə regionda kənd təsərrüfatının inkişafına töhfə verir. Tərlan İbrahimova, İlkin Eylazov, Arzu Sadiqov, NTV Xəbər.